əlimdə çoxlu videolar var. Reanimasiyadan çəkib göndəriblər. Kim çəkib göndərib? Medsestralar, xəstə baxıcıları. Hər gün. Yəni gizli çəkib göndəriblər, Bəli, məndən pul istəyiblər ki, pul at, çəkin göndərin. Necə yəni pul at? Yəni kart göndəriblər, kart nömrəsi veriblər. Bəli. Yeməyi vermək üçün pul vermişəm, çıxartıblar xəstənin yanına. Dosa çıxartmırlar? Yox. Yoldaşımın üçün verən axşam xəstə baxıcısı medsestra məndən zəng eləyir, pul tələb eləyir ki, gəl liftə, mənə pul gətir. Bu axşam mən baxacağam yoldaşıma. Birimiz sanitarka, birimiz medsestra. Amma yoldaşım həmən vaxt ölmüşdü, 3 axşam idi. Mən də dedim ki, bu gün mənim yoldaşımın 3 mərasimidir. Heç utanmırsan, 3 gün bastırmış mənim yoldaşım. Utanmırsan, heç ayıb deyil. Mən Əmrəli doktora 501, 201, 101, 101 belə pul vermişəm. Şöhrət doktora da vermişəm, 201 vermişəm, 101 vermişəm, 50-50 vermişəm. Əmrəli doktora 50 manat gəldi, dedi yoldaşımız əlimi tərpədir, gözünü açır. Sevindiyimdən 50 manat verdim. Mənə dedi ki, götür pulunu, 50 manatla yara sağalmır, iş düzəlmir. Özüm də kirayədə qalıram. 3 dənə uşağım var, ikisi tələbədir, biri məktəblidir. Dolanışığım çətindir, mənə da kimlənsə borc alıb aparıb verirdim. Hər gün xəstə baxıcılarının, medsestraların kartlarına pul atmışam. Özləri kart atır ki, məcburən bu səs, kifayət qədər səsləri də var, mesajları da var, məndən pul tələb eləyirlər. Xəstənizə baxırıq, xəstənizə üzr istəyirəm altına, üstünə baxırıq, xəstədə və heç tərpəniş yox idi, yalandan deyirlər. Hamısına kifayət qədər əlimdə faktlar var, əlbəl verdiyim pullar da var, kartlarına da atmışam. Verdiyim pulları geri qaytarsınlar. Keçən həftənin 5-ci günü getmişəm xəstəxanaya, Semaşa xəstəxanasına. Hüseyin Məsumova həkimlərindən, medsestralarından, xəstə baxıcılarından və özümdən şikayətçi olduğumu şikayət eləyəcəyimi dedim. Dedi ki, hara şikayət eləyirsən elə. Nə üçün şikayətçi sanılmadın? Xəstəmizə baxmadıqları üçün. Bizdən sığorta ödənilən halda bizdən də pul aldıqları üçün. Xəstəmizə doğru diaqnoz qoymuyor. Başqa-başqa şeylər danışdıqları üçün yaxşıdır, əli tərpədir, qolunu tərpədir deyib. Məni sevindirib bizdən pul alırdılar. Yaxşı idisə bəs niyə öldü? Tələbiniz nədir indi sizin? Tələbim mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsi və 3 dənə körpə uşaq saxlayıram. Tələbə saxlayıram. Onları saxlayan bir dənə yoldaşım idi işləyən, indi işləyənim yoxdur. Mən üzümü tuturam ölkə başçısına və xanımına, xahiş edirəm, mənim işimə hüquqi tərəfdən kömək eləsinlər, xahiş edirəm, məni tək qoymasınlar. Hüquq mühafizə orqanlarından xahiş edirəm, xəstəxananın müşahidə kameralarından görüntülər istəyirəm onlardan. Görün, bu 38 gün ərzində mənim apardığım bulyonu, soku, nə bilim, kokteyli, qanı, plazmanı yoldaşıma köçürdüblər, veriblər, yoxsa yox, xahiş edirəm. 70 nəfərə yaxın adam qan veribdir. Bilmək istəyirəm, görün, bu qanlar hara gedibdir. Plazmalar, qanlar vurublar yoldaşıma, yoxsa yox. Sizdən də çox xahiş edirəm ki, mənim bu məsələmi ictimailəşdirəsiniz.